O döyüşdən öncə yuxuda rəqibini ringdə öldürdüyünü görür və nəticədə bu qorxulu yuxu reallaşır. Uzun müddət depressiya yaşayır, amma geri dönməyə bacarır. Sugar Ray Robinson yalnız boks meydanında deyil, həm də qəlblərdə öz adı ilə əbədi yaşayan bir boksçu. 1921-ci ildə Detroit şəhərinin sərin küçələrində boks tarixinin ən böyük incilərindən biri dünyaya gəldi. Onun adı Ray Robinson. Lakin bütün dünyaya daha çox tanıdıqları adı ilə Sugar Ray Robinson dünyaya gəlir. Ray kiçik yaşlarından fərqlənirdi və ayaqları ilə ritm tutan, rəqs edən bir uşaq idi. Lakin bu ritm onun gələcəyində yalnız musiqi deyil, boksun ən böyük sənəti olacaqdı. Hər addımı, hər zərbəsi sanki bir mahnı notları kimi idi, dəqiq və incə. Onun döyüş üslubu həm sərt, həm də yumşaq idi. Güc və çevikliyin mükəmməl qarmoniyası. Sugar Ray Robinson ringdə sadəcə döyüşmürdü, o rəqs edirdi. Onun zərbəsi bir not, hər müdafiəsi bir rəqs addımı idi. O rəqibini yormaq üçün sanki yüngül bir külə kimi yaxınlaşır, anidən güclü fırtına kimi partlayırdı. Robinsonun zərbələri həm də gözəl bir sənət əsəri kimi təsir bağışlayırdı. 174 döyüş, 108 qələbə. Sugar Ray yalnız statistika deyil, həm də ruhən çempion idi. O həm yüngül, həm də yarı orta çəki kateqoriyalarında dünya çempionu olaraq boks tarixinin nadir nümunələrindən biri idi. Hər bir qələbəsi, hər bir döyüşü zəhmət və sənətin birləşməsi idi. Sugar Ray Robinson üçün boks yalnız ringdə qalib gəlmək deyildi. O hər zaman rəqibinə hörmətlə yanaşırdı. O ədalətli, nizamlı və böyük ürəklə dolu idi. Onun bu insanlığı boksun sərt dünyasında bir işıq kimi parıldayırdı. Əfsanəvi İtaliyalı öküz, yəni Drake LaMotta'ya qarşı 1942-ci ildən 51-ci ilə qədər neçə dənə döyüş keçiriblər. Robinson karyerasında ən məşhur rəqiblərindən biri idi, əfsanəvi Drake. Onlar 6 dəfə qarşılaşıblar və bu döyüşlər boks tarixində unudulmaz epizodlar hesab olunur. 1943-cü ildə Dəli Öküz adı ilə məşhurlaşan LaMotta ilk döyüşünü məğlubiyyətlə başa vurmasına baxmayaraq, sonraki qarşılaşmalarda Sugar Ray üstünlüyü ələ almışdı və bu rəqabət onun karyerasının önəmli hissəsinə çevrilmişdi. Carmen Basilio'ya qarşı 55-57-ci illərdə Sugar Ray yarı orta çəki kateqoriyalarında çempionluğunu qorumaq uğrunda görüşürdü. Əlbəttə ki, Carmen Basilio da boks tarixində öz izini qoyub. Bu döyüşlərdə də çevikliyi ilə, texnikası və dözümlüyü ilə fərqlənmişdi əfsanəvi Ray. İki döyüşdən birində qalib gəlmiş, digərində isə qələbə uğrunda mübarizəni davam etdirmişdi. Növbəti qarşıdurmalar Gene Fullmora qarşı idi. Fullmor da əfsanəvi boksçu idi. 2 dəfə qarşılaşmışdı Sugar Ray Robinson Gene Fullmorla. Yarı orta çəki dərəcəsində, titul mübarizəsində öz gücünü göstərmişdi. Bu döyüşlərdə onun çevikliyi yenidən və zərbə dəqiqliyə qarşı tərəfi məğlub etmişdi. Tony Zale 1948-ci ildə Robinsonla ringdə onun texnikası və dözümlüyünü ön planda hiss eləmişdi və bu döyüşlərdə qələbə onun karyerasının parlaq səhifələrindən biri idi, yəni Robinsondan. Sugar Ray döyüş üslubu ilə yüksək texnikalı, çevik və sürətli idi. O rəqibini yoraraq səhvlərə məcbur edirdi və anidən sürətli və güclü zərbələrlə üstünlüyü ələ alırdı. Karyerası ərzində həm nokautlarla, həm də xal hesabı ilə qələbələr qazanırdı. Qeyd etdiyim kimi döyüş sayı 174, yəni qələbələr 108, nokautla qələbələr 73 idi və 19 məğlubiyyəti var idi. Sugar Ray Robinsonun karyerası boks tarixində ustalıq, çeviklik və əzmkarlığın nümunəsidir. O həm yüngül, həm də yarı orta çəkidə çempion olaraq ən nadir və hörmətli bokslardan biri olmuşdu. Onun döyüşləri yüksək texnika və intellektual mübarizə ilə yadda qalmışdı və əfsanəvi Robinson boks tarixində silinməz bir iz olacaq. Çoxları onu tarixin ən yaxşı sayır, baxmayaraq ki, burada Ali, Tyson, Mayweather kimi atlar var. Amma bunlara baxmayaraq Robinsonun öz yeri var boks tarixində və digər atlara baxarkən Robinson daha çox əziyyət çəkmiş, daha çox pressing altında uğramış bir şəxsiyyət idi və öz ritmi ilə, öz döyüş hissi ilə, texnikası ilə əbədi olaraq bizim yaddaşımızda texnikalı bir boksçu kimi və ritm kralı kimi yaddaşımıza qalacaq.